Menopauzuda niyə əvvəlki kimi arıqlamaq olmur? Bugün bu haqda danışacağam. Əvvəl biraz pəhriz edirdim, çəki o dəqiqə gedirdi. İndi isə eyni şeyi edirəm, amma bədənim dəyişmir. Menopauza dövründə qadınlardan ən çox eşitdiyim cümlələrdən biridir bu. Və çox qadın düşünür ki, deməli yaşlanmışam. Metabolizmam tam dayanıb. Amma burada məsələ sadəcə yaş deyil. Menopauza dövründə olan qadın orqanizmində böyük hormonal keçid baş verir. Bu, orqanizmin yaşlılıq dövrünə keçid dövrüdür. Estrogenlər azalır, bədən enerjisi və istifadəsi dəyişir, əzələ kütləsi azalmağa başlayır, qarın piyələnməsi artır və insulin dirənci yüksələ bilir. Yəni, qadın eyni qidalanma ilə belə əvvəlki kimi çəki verə bilmir. Ən təhlükəli hissə bilirsiniz nədir? Bir çox qadın klimaks dövründə yaranan qarın piyələnməsinin sadəcə estetik bir problem hesab edir. Halbuki beynəlxalq araşdırmalar göstərir ki, menopauzadan sonra xüsusən qarın piyələnməsi, tip 2 diabet, yüksək arterial təzyiq, yağlı qaraciyər, ürək-damar xəstəlikləri riskini artırmış olur. Yəni burada məsələ təkcə kilo deyil, metabolik sağlamlıqdır. Son illərdə niyə GLP-1 preparatları menopauza dövründə bu qədər diqqət çəkir? Çünki araşdırmalar göstərir ki, bəzi qadınlarda iştah nəzarətinin yaxşılaşması, qarın piyələnməsinin azalması, çəki itkisi, metabolik göstəricilərin yaxşılaşması müşahidə olunur. Amma burada çox vacib bir detal vardır. Menopauzada məqsəd təkcə sürətlə arıqlamaq deyil. Çünki yanlış və sürətli çəki itkisi həmçinin özü ilə bərabər əzələ itkisi, sümük zəifləməsi və halsızlığı artıra bilər. Məhz buna görə də menopauza dövründə arıqlama daha ağıllı və daha planlı aparılmalıdır. Biz yalnız tərəzdəki rəqəmə baxmırıq. Biz həmçinin əzələ kütləsinə, pasientin protein qəbuluna, vitamin D-nin səviyyəsinə, sümük sağlamlığına, yuxusuna və bir də yaşadığı stresslərə baxırıq. Çünki bəzən qadın arıqlayır, amma bununla da həm də gücsüzləşir. Bu isə sağlam nəticə demək deyil. Bir də çox vacib bir məsələ vardır. Menopauzada yaranan hər çəki artımı hormondandır deyib bundan da keçmək olmaz. Bəzən insulin dirənci, tənbəl zob dediyimiz hipotireoidizm, yuxu pozunluğu, yüksək kortizol bu da işə qarışmış olur. Yəni hər qadının metabolik hekayəsi də özü kimi fərqlidir və müalicədə bu zaman fərqləşdirilməlidir. Bir şeyi unutmayaq. Menopauza xəstəlik deyil. Bu qadın həyatının yeni hormonal bir mərhələsidir. Amma bu mərhələdə özümüzü buraxmaq, artıq gecdir deyə düşünmək, metabolik sağlamlığımızı nəzarətsiz qoymaq bu təhlükəlidir. Mən pasientlərə həmişə deyirəm, klimaks son deyil. Bədənimiz sadəcə yeni qaydalarla işləməyə uyğunlaşması lazımdır və bu qaydaları biz düzgün anlasaq, o zaman qadın enerjisini, çəkisini, həyat keyfiyyətini, metabolik sağlamlığını qoruyacaqdır. Ən vacib mesajım isə budur. Menopauzada məqsəd sadəcə arıqlamanız deyil, sağlam yaş almaqdır və müasir metabolik müalicələr düzgün pasientdə, düzgün yanaşma ilə aparılarsa, bu yolda sizə ciddi dəstək olacaqdır. Bəs sizcə menopauzada qadınlarda ən çox nə dəyişir? Çəki, enerji, emosional vəziyyət? Bunları şərhlərdə yazın və növbəti videoda çox maraqlı bir mövzunu danışacağıq. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın və bu videonu daha çox insana çatması üçün bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.